Və Allah Teala kitabında buyurur ki: "Vəllezine kezzebu bi ayatina senestedricuhum min haythu la ya'lemun." Allah Teala buyurur ki, kim ki ayələri, Allahın ayələri inkar eləyərsə, onları ummadıkları, bilmədikləri yerdən istidrac eləyəcəyik. İstidrac sahabələrin qorxduğu bir sifət idi, bir hal idi. İstidrac yəni dərəcənin sən layiq olmadığı halda qalxması. Sən layiq deyilsən, amma Allah səni ruzləndirir. Sən layiq deyilsən, Allah sənin adını ucaldır. Sən layiq deyilsən, Allah Teala səni izzətləndirir. Yəni zahir insanların gözünün qabağında. Və buna İslam dinində, şəriətdə istidrac deyilir. Və bu da Allahın nemətlərindən olur. Çünki hərdən bəzi müsəlmanlar təəssüf olsun ki, cahillik ucbatından, günahları, fasiqlik ucbatından özlərinə gələn neməti və nemətlərin bol olmasını artıq özlərindən görürlər. Və kimlərdə ki, sıxlıq var, qıtlıq varsa, onları asi görürlər. Məsələn, kim ki, yaxşı yaşayırsa, imkanı varsa, pulu varsa, adsanı varsa, zənn edirlər ki, o Allaha yaxındır, Rəbbinə yaxındır. Və kimlər ki, sıxıntı içində yaşayırlarsa, deyirlər ki, yəqin günahlarından. Günahlardandır ki, Allah sənə o müsibətləri verir. Və əksinə sahabələr qorxarlar onları dünyaya gələndə. Dünyanı istidrac bilərlər. Onlar qorxarlar bundan. Ki, birdən Allah bununla bizim gözlərimizi yumur.